Və valideynlər də çalışsın ki, övladlarını bədbəxt eləməsin. Özüm qarışıq bunu deyirəm ki, çünki görürəm zaman keçdikcə elə bil valideynlərin övladlarla davranışında ciddi dəyişikliklər var mənfi tərəfə. Yəni dəymə düşər uşaqlar böyüdür. Bizi belə böyütməyiblər ki, biz belə övladlarımızı böyüdürük. Problemsiz həyat axtarmayın, problemlərlə düzgün davranmanın yollarını axtarın. Problemsiz həyat xülyadır, şeytanın yalandan bizim başımızı aldatmasıdır. Heç elə bir konsepsiyaya inanmayın. Pozitivlik odur ki, problemlərin fəlsəfəsini biləsən, onlarla düzgün davranasan. Bax, bunlar qaydalardır hamısı. Bunları öyrənin, Əhl-i Beytdən öyrənin. Əleyhissalam buyurur ki, və əşhədu billah, mə tənalunə minəd-dünya ni'mətən təfrəhunə biha illa bifəraqil uxra təkrəhunəha. Deyir, Allahı şahid gətirirəm. Həzrət Əleyhissalam deyir, Allahı şahid gətirirəm. Sizə, siz insanlara bir neymət gəldisə ki, siz ondan sevindiniz onun vasitəsilə. Məsələn, neymət sənə üz verdi, bir neymət. Sən sevindin, şadlandın, bil ki, mütləq bir neymət də gedəcək ki, o səni qəmləndirsin. Bu belədir, qaydası belədir. Hər bir gələn neymət bir neymətə aparır. Ay Allah, niyə belə eləyirsən? Allah, niyə belə eləyirsən? Sualı yersizdir. Gücü budur dünyanın, qaydası budur. Deyəsən, ilahi, o niyə yandırır? Odun yandırmağı xüsusiyyətidir. Bu qaydasıdır. Ona görə deyəndə ki, filan şeyi vermənə bir yaxşı fikirləşin. Görün, nə qazanıb, nə itirirsiniz. Neymət istəyəndə bilin ki, Əleyhissalam deyir ki, öz Allahı şahid gətir. Yəni, antdır da bu. Deyir, həsən sizə bir neymət gəldi ki, sizi sevindirir. Bilin ki, biri də gedəcək ki, sizi kədərləndirsin. Bunlar qarşılıq, bu qaydadır. Gələn bir şey aparacaq. Verilmə, alınma burada mütənasibdir bir-birinə neymətlərin verilib alınması. Ona görə ilahi, mənə filan şey biraz fikirləş gör, nə istəyirsən, dəyərmi, o gəlsin, başqa bir şey yaparsın. Bu ki, tərifliləri riza məqamı, razılıq, böyük məqamdır da bu. Biz riza məqamını həmişə yükləyirik təqvanın üstünə. Görün, o alilikdə riza məqamı nədir? Hər bir halda Allahdan razı olasan, bu məqama gedib çatmağı qaydaları bilməklə daha tezləşdirə bilərsən. Biz hərdən elə öyrüyü, elə dünya bugünkü gündə bu şeyləri artıq təsdiq eləyir, bu qaydaları. Bu böyük bir hünər deyil, mömin, kafir, hamı artıq deyir, həyat belədir. Həyat haqqında kitablar yazılır da müxtəlif müəlliflər, gedin oxuyun. Görürsən ki, bunu təbii olaraq qəbul eləyəndə razı olmaq asan olur. Amma biz sanki elə bilirik ki, ancaq bizim payımıza düşüb bu. Biz də böyük bir iş görmüşük. İndi biz necə riza məqamına çataq? Hey, yüklənirik təqvaya, imana. Bir də var, praktiki olaraq bunları praktiki müstəvidə anlamaq, qavramaq, həyatın qaçılmaz qanunları kimi. Və valideynlər də çalışsın ki, övladlarını bədbəxt eləməsin. Özüm qarışıq bunu deyirəm ki, çünki görürəm zaman keçdikcə elə bil valideynlərin övladlarla davranışında ciddi dəyişikliklər var mənfi tərəfə. Yəni dəymə düşər uşaqlar böyüdür. Bizi belə böyütməyiblər ki, biz belə övladlarımızı böyüdürük. Halbuki bu sevgi nə qədər çoxalsa yaxşıdır, amma sevgi başa sığal çəkib uşağı çətinlikdən maksimum sığortalamaq deyil. Övladı çətinliyə alışdırmaqdır, çətinliklə tanış eləməkdir. Hər tərəfdən ancaq yaxşı olsun, mümkün qədər çətinlikdən qoruyun, bu mənfi bir xüsusiyyətdir. Əhl-i Beyt görürsən, 3 gün oruç tutur, ata, ana, övladlar, iftarın hamısı verir. Bu örnəkdir, məsumluğunu biz qabardırıq, amma həm də bir örnəkdir, ata, ana, övladlar 3 gün o iftarsız qalır. Bu nə deməkdir? Bu çətinliklər ki, bəziləri icbaridir, o icbari çətinliklər var, bəlalar. Onları azaltmaq üçün könüllü çətinliklər özün yaradırsan. Məsələn, oruç tutduqca bəlalar azalır. Çünki özünü təbii çətinliyə saldın. Deyir, sədəqə 70 bəlanı uzaqlaşdırır. Ne üçün? Sədəqə qopartmaqda bir çətinlik var, bir mübarizə var. Verməkdir. Hər gün deyir, sədəqə çıxardın, əlini öyrəşsin. Özündən, bəla gələcəkdir səndən nəyisə qopartsın, özün könüllü elə. Könüllü elədikcə ibadətin çətinliyindən, bəlanın çətinliyindən qorunursan, sığortalanırsan. Çətinliklərlə insan rəqs eləsin. Bu fəzilətdir insan. Yadınızdadır, Ramazan, Məhərrəm ayında mən dedim ki, əzadarlıq ruhun rəqsidir. Həqiqətdə də belədir də. Bir bəla, bir müsibət baş verib. Amma insanlar, ahənglər fikirləşir,
bir mədəni bir çalarlar, incəsənətdən istifadə edib çalarlardan o çalarları qatır, o ahəngləri bir necə deyim, gözəllik səhnələri yaradır. Bu nəyə görə belədir görəsən? Biz bəlaların il dönümünü qeyd eləmirik. Biz bəlaları gözəl qarşılamağın il dönümünü qeyd edirik. Bu önəmlidir. Bütün bayramlarımız belədir, fikir verin. Qurban bayramı Həzrəti İbrahimin başına gələn bəlaya sevinmirik ki biz. Bəlanı qeyd eləmirik, bəlanı qeyd eləməzlər. Bəlanı necə gözəl şəkildə qarşıladı, bunu qeyd edirik. Quran danışır, adam o gözəlliklər olmasa, o müsibətləri qeyd eləmək xəstəlikdir. İstir əzadarlıq olsun, istir bayram. Buna sevinməzlər. İf'al mə tu'mər, sətəciduni inşallah minəs-sabirin. Həzrəti İsmail əleyhissalamın sözüdür. Allahın əmr elədiyinə əməl elə, görəcəksən ki, mən də səbr edənlərdənəm. Bax, hadisəni qarşılamağın gözəlliyidir, Qurban bayramını yaradır. Ramazan ayında bir ayın çətinliyini canı dildən qəbul eləməyin nəticəsidir ki, bir gün bayram edirsən. Məhərrəm ayının əzadarlığı məhz o insanların gözəl şəkildə o bəlaları qəbul etməsinin, bəlalarla rəqs eləməsinin il dönümünü qeyd edir. Yoxsa elə olmasaydı, adam əli kəsilən, başı kəsilən insanlara 1 il, 2 il, 5 il, 10 il əzadarlıq edib, sonra yorulardı və başını götürüb qaçardı. Bilirsiniz? Normal insan baş kəsilən, qol kəsiləndən mən körpələri öldürülən bir hadisədə, yəni insanların qətliam olunduğu hadisəni bu cür şövqlə qeyd eləməz. Burada önəmli məqam bu insanların o səhnələri gözəl qarşılaması idi. Ma ra'aytu illa cəmila. Həzrət Zeynəbin gözəllikdən başqa bir şey görmədim sözü olmasaydı, məntiqi olmasaydı, Kərbəla hadisəsini qeyd eləməyə əsas yox idi. İmam Hüseynin rizən bi qəzaik və təslimən li əmrik, o bəlaları o şəkildə qəbul eləməsi olmasaydı, bu əzadarlığın yaşaması mümkün deyildi. Bezdirərdi insanı, usandırardı, adam bəlaya nə qədər bəlanı qeyd eləyər. Başdan ayağa görürsən ki, hamısı gözəl tərzdə bəlaları qəbul ediblər. Gözəl tərzdə, razı halda. Bütün orada qadınlı, kişili iştirakçıların bir dənə boşluq olmadan. Bunlar hamısı çox önəmlidir. Önəmli olan başa qılıncın dəyməsi deyil. Qılınc dəyən zaman deyil, fustu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə qurtuldum. Bu təkcə ölümlə bağlı məsələ deyil. Həyatda da insanlar çətinlikləri ən gözəl tərzdə qəbul eləsə, həyat gülüstana çevrilir, cənnətə çevrilir.